GTA 5'i 2,5 GB-a qədər arıqlatdılar. GTA 5-in ölçüsü təxminən 120 GB-dan cəmi 2,5 GB-a endirilib və internet sözün əsl mənasında şoka düşüb. Modder bunun üçün oyunun təxminən 98%-ni kəsib, missiyaları, musiqiləri və bir çox kontenti silib. Amma ən qəribəsi odur ki, bu ultra light versiya yenə də işləyir. Yəni bu xəbər zarafat deyil. Qrafika o qədər aşağı salınıb ki, bəzi kadrlar elə bir tosterdə işə düşən GTA kimidir. Amma əsas mexanikaların bir hissəsi hələ də qalır və bu da layihəni texniki baxımdan çox maraqlı edir. Belə çıxır ki, nəhəng oyunların içində əslində nə qədər artıq yük olduğunu bu cür eksperimentlər daha açıq göstərir. Bu layihə tam oyun təcrübəsi vermir, amma optimizasiya dünyasında çox güclü mesaj yaradır. Sənaye oyunları böyütməkdə davam edir, modellər isə bir dəqiqə bunu daha yüngül etmək olmaz deyə ortaya çıxır. Səncə bu gələcəyin optimizasiya dərsidir, yoxsa sadəcə çox çılğın bir internet eksperimentidir?